Salam, hər vaxtınız xeyir olsun. Bugün ikinci qrupların imtahanı olub. Blok imtahanını biz buradan hal-hazırda B variantının suallarını müzakirə edirik. Sürətli şəkildə cavablarını yoxlayaq. İlk sualda en son suya yaxınlaşdığı limitdən danışır. Biz burada qüvvəti ən böyük olan limitlərdə saxladıqda sonsuzluqda limitlərdə kök altda 49 n, burada isə 16 n qalır. N'lər ixtisar gedir, cavab 4-də 7 düzdür. İkinci sualda sinus x bərabər kosinus x yazsaq, buradan tangens x alarıq. Hər tərəfi kosinusa bölsək. Tangens x 1 olur. O da pi bölü 4 üstəgəl pi k B variantındadır. Ədədi silsilənin 10 həddinin cəmi 260-dan kiçik, 220-dən böyükdür. Buradan birinci hədd 7-dir. Silsilə fərqini tapmamızı istəyir. Biz 220 kiçikdir. 2a1 üstəgəl 9d bölü 2 vur 10 yazsaq 260-dan kiçik. 10-a ixtisar etdik və 2-yə vurduq. 2a1 üstəgəl 9d kiçikdir 52-dən. a1-i 7 yazsaq yerinə 44 çıx 14 kiçikdir 9d, 52 kiçikdir 14. Buradan nə alırıq? 30-la kiçikdir 38 arasında. Deməli D 4 olacaq. Tam ədəd olduğu üçün doğrudur. Loqaritmik bərabərçiliklərdə bizim şagirdimizin testidir. Düz yazıbdır bu hissəsini. Buradan x kvadrat üstəgəl x çıx 6 kiçik bərabər 0 alırıq. Vuruqlarını ayırsaq x üstəgəl 3 x çıx 2 kiçik və ya bərabər 0. Cavab mənfi 3 2 parçası olacaq. B variantı doğrudur. Üçüncü sualda həcmi 729 kubdur, deməli tili 9-dur. AB tərəfi 4, AC tərəfi 7-dir. Kubun qalan hissəsinin həcmini istəyir. Biz bu piramidanın həcmini 3-də 1, S oturacaq, 4 vur 7 bölü 2, vur 9 yazsaq əgər. 2 bunu ixtisar edəcək, 3-də bunu 6 vur 7, 42 alırıq. 729-dan da 42-ni çıxsaq 7, 8, 6. B variantı doğrudur. Keçirik növbəti suala. Müstəvidən 8 sm məsafədən 16 sm-lik mail çəkilmişdir. Perpendikulyarın, baxın perpendikulyarın mail üzərindəki proyeksiyası buradır. 8-in kvadratı 16 vur x-dir. X-i tapırıq ki 4-dür. Ümid edirəm doğru cavabı C yazıbdır bizim şagird. Kosinus 25 dərəcə 65 sinus 25 şagirdlər. Oradan da alırıq. Sinus 130 yazıb. İndi doğru demək olar. O da 3 sinus 50 eləyir. Məxrəcdə kosinus 40-lar var. İxtisar getdilər. Qaldı 1. Kök 3 üstəgəl 1 vurulsun. Kök 3 çıx 1. Bu da bizə verəcək 3 çıx 2 6. Doğru cavab 6-dır. Sıralarında uşaqlar səhvlər var. Şəkillər üzrə yazmışam. 3a üstəgəl b vektoru. Biz a-nı 3-ə vururuq 15, 3k mənfi 6. Üzərinə b gələndə olacaq 17, 3k üstəgəl 15 və 0. Bu vektorun uzunluğu 17-dirsə, deməli bu 0 eləməlidir. K mənfi 5 olur. 25-ci sualda parabolanın təpə nöqtəsi birinci rübdədirsə, mənfi b bölünsün 2a. Bu eləyir deməli 5 çıx m müsbətdir. Diskriminantı tapsam da olar. Şagirdlər birinci rübdə y0-ı tapsam da olar. 4ac çıx b kvadrat böl 4a müsbət olmalıdır. Buradan nə alırıq biz? 4m kvadrat çıx 4m kvadrat üstəgəl 40m çıx 100. Böyükdür 0 aldıq. Bunlar getdi. Deməli m böyükdür 2/5-dən. Buradan alırıq ki m 5-dən kiçikdir. Deməli m 2/5 ilə 5 arasında yerləşəcək. Bu aradakı bizdən istədiyi ən kiçik tam qiymət 3 olur cavab. M-ə 3 yazıb yoxlaya da bilərsiniz. X kvadrat nə eləyəcək M3 yazında? Çıx 4x üstəgəl 9. Bu da 2, 5 birinci rübə düşür. Ümid edirəm hesab səhv etmədim. 23-cü sual integral sualı çox asan bir sualdır. Ln x 3-dən a-ya 3 ln 2-dir. Bu ln a çıx ln 3.
ln 8 deməkdir. 3'ü 2'nin qüvvətinə yazdım. Ln A burada ln 24'tür. A olacaq 24. Şagird bu sualda doğru yazmış imiş. Perimetri 20 olan bərabəryan trapesiyanın yan tərəfi orta xəttinə bərabərdir. Asan sual saymaq olar. A üstəgəl B deməli 2C-dir. 4C 20 olduğu üçün yan tərəfi 5 tapırıq, doğrudur. Koordinat başlanğıcına nəzərən A3 2B-yə simmetrikdirsə, bu mənfi A mənfi 3 2B eləməlidir. Deməli A-nı tapırıq mənfi 2, B-ni tapırıq mənfi 3. A2 B mənfi 3. A mənfi 2, üzr istəyirəm. A mənfi 2, B mənfi 3. Doğru cavab A variantı düzdür. Keçək növbəti suala. Kürənin radiusunu 5 dəfə artsaq, həcm 125 dəfə artacaq. B variantı doğrudur. Bərabərçilər sisteminin yeganə həlli üçün biz burada baxın, x-in böyük bərabər, bir də x-in kiçik bərabər. Yeganə həll üçün bu 2b kvadrat çıx 3b üstəgə 7-ni b kvadrat üstəgə 5b çıx 9-a bərabər edirik. B kvadrat çıx 8b üstəgə 16 0, b bərabər 4 tapırıq. Afərin şagird doğru yazıb. 200 oğlan 300 qız iştirak edir. Bütün iştirakçıların oğlanlar neçə faizidir? Asan bir sualdır. 200'ü 500'ə bölüb 100'ə vururuq. İxtisar gedir, 40% olacaq cavab. Əla. Növbəti sual. Çoxhəlçinin qüvvəti 5 olar deyirsə, şagirdlər, baxın, burada indi işarə deyəsən çıxdı. A müsbət 3 olmalıdır ki, x üstü 8'lər getsin. Üstəgə bx üstü 6, üstəgə 2x üstü 6'dır. Burada da b mənfi 2 olmalıdır ki, islah olunsun 5 qalsın. Doğru cavab C variantı olur. Y bərabər 9 üstü sinus x funksiyasının qiymətlər çoxluğu 9 üstü mənfi 1'dən 9 üstü 1'ə qədərdir. Bu sualda asan sualdır. Cavab A variantı. Kompleks ədədlərin hasilini tapmaq üçün mötərizələri vururuq. 6 çıx i üstəgəl i çıx 6'da 1 i kvadrat. İ'lər islah olunur. Mənfi 1 olduğu üçün 6'da 37. Y variantı doğrudur. Kvadrat və modulun cəmi 0'dırsa, deməli hər biri 0 etməlidir. Bu da 0 olmalıdır. Bu da 0 olmalıdır. Buradan x-i mənfi 3 tapırıq. Müsbət 2'ni də qeyd kimi qoyublar, amma müsbət 2 birincini 0'a çevirir, ikincini çevirmir. Ona görə kənar kökdür. Afərin şagirdimiz doğru yazıb. Əhsən. 13-cü sual statistikaya aid bir məsələdir. Liqanın oyunçularının nəticəsi və eyni nəticə göstərən oyunçuların sayı cədvəldə verilmişdir. Deməli, ən kiçik 125 nəfər, 125 bal 2 nəfərdir. Ümumi say neçə nəfərdir? 6, 8, 9, 14 nəfər var. 14 nəfər varsa, deməli 7-ci və 8-ci adam lazımdır bizə, median üçün. 2 dənə 125, 4 dənə 130 yazdıq. 6-cı oldu. İndi 130'dan sonra 2 nəfər 135 yığıb. Artıq 135 7-ci və 8-ci adamdır. Deməli median 135'dir. 135. Moda isə ən çox təkrarlanan 130'dur. Onların fərqi doğru cavab D variantı olacaq. Düzdür, əhsən. XY hasilini tapmaq üçün şagirdlər, yuxarıdan biz x kvadrat çıx 2xy üstə gəl y kvadrat çıx 4xy mənfi 47 yazırıq. 1 çıx 4xy mənfi 47, 4xy 48'dir deyə xy 12 olacaq. 19-cu sualda ABC müxtəlif tərəfli üçbucağında B bucağı 90 dərəcədən kiçik verilib. AB-ni 5, BC-ni 12 verib, deməli bura 13'dən kiçik, 7'dən böyükdür. 7'dən böyük, 13'dən kiçik AC tərəfinin ala biləcəyi müxtəlif tam qiymətlər, amma müxtəlif tərəfli üçbucaq. Burada 8, 9, 10, 11, 12'yə qədərdir. Şagirdimiz deyəsən bunu səhv yazıb. AB 5, BC 12, B bucağı 90 dərəcədən kiçikdirsə, Pifaqorundan kiçik, fərqindən böyükdür. Burada 12 ola bilməyəcək, müxtəlif tərəflidir. Çox təəssüf ki, belə bir sadə sual şagirdimiz səhv edib. Funksiyanın artma intervalı üçün nə edirdik? Törəməsini tapıb müsbət yazırıq.
2x 2-dən kiçik deyil. Cavab 1 müsbət sonsuzluq. C variantı doğrudur. Birləşmələr nəzəriyyəsinə aid maraqlı bir sual görürük. Burada səhv eləmirəmsə 2, 5, bu 5-dirsə, əgər 77, 3 dənə və 6. Nə istəyir bizdən? Burada baxaq. 6 rəqəmli ədəd yazmalıyıq. 6 rəqəmli ədəd yazmalıyıq. 6 rəqəmli ədəd üçün 6 rəqəmi ilə başlamalıdır. Burada nədən gedir söhbət? Bir dəqiqə üzr istəyirəm. 6 rəqəmli ədəd 6 ilə başlayırıq deyə 6-nı qoyduq bura. Əgər burada 5 ilə başlayırsa, bu 6 rəqəmdən 5-in bura seçəsiyik. Deməli, neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? Bunun rəqəmlərinin yer dəyişməsi ilə yazılacaq. Biz 6-nı artıq seçmişik, yerdə qalan 6 ədəddən. Bura məsələn, normal halda baxsaq, 5 yerimiz var. Məsələn, 6 ədəd varsa bu 6 vur, 5 vur, 4 vur, 3 vur, 2. Yazırıq. Amma bu 2, 5, 3-dən 7-nin yer dəyişməsi 2 faktorialla 3 faktorial yenilik yaratmır. 3 faktorial 6-nı aparır, 2 də bunu aparır. 30 vur 12, 360. Amma böyük ehtimalla burada biz ədədlərin yerində nəsə səhvlik var. Mən bir dənə onu dəqiqləşdirim. Baxaq görək rəqəm neçə olmalı idi. Üstündə şəkil yaxşı düşməyib. Mən burada bu 6-nın yerində 1 yazmalıydım. Elə ədədlər də səhv etmirəmsə belədir. 2 milyon 557 776. Birinci yerə 6 variantı, 1 variantımız var. Geridə qalan 6 rəqəmi burada seçimi 6, 5, 4, 3, 2-dir. Amma 2 dənə 5-in yer dəyişməsi, 3 dənə də 7-nin yer dəyişməsi. Bu 6 3 faktorialla gedir, bu 2 bundan gedir. Doğru cavab 60 olur. 18-ci sualda paralelogramın hündürlükləri 8 və 6 kök 3-dür. Bura 6 kök 3 deyək, bura 8 deyək. Əslində kiçik olan buradır. 8 bura 6 kök 3 bura yazaq. 60 dərəcə burada olsun. Deməli bunun iti bucağı da 60 dərəcədir. Onda burada 60 dərəcə olur. 30 dərəcənin qarşısına düşür 6, böyük tərəf 12-dir. 8 vur 12 sahə olur 96. Növbəti sualımıza keçək. AB, BC, CD, DA qövslərin AB 12K, BC 8K, CD 2K, AD 3K. Buradan 25K-nı tapırıq ki 360-dır. K-nı tapırıq biz neçə? 5-ə bölsək əgər 72 böl 5. İndi bizdən tələbi AYB bucağını tapmaqdır. 12K-dan 2K-nı çıxıb 2-yə bölsəm, bu eləyəcək 10K vurulsun 5. O da 5-də 72-yə vuranda cavab olur 72 dərəcə. Görə şagirdimiz düz yazıb, sağ olsun düz yazıb. Uyğun tərəfləri paralel bucaqlar burada ya bərabər olmalıdır, ya cəmləri 180 olmalıdır. 2K 3K-dırsa deməli 5K 180-dir deyə K 36-dır. Cavab 72 108. Yəni 1-ə B uyğundur. 2-də 5-in 4-dədirsə 5K 4K 9K 180-dir deyə K 20-dir. 100 ilə 80 alınır. Kiçiyi, yəni D 80-dir, fərqləri 20 dərəcə. Alfa 3B-dirsə 135 dərəcə böyüyüdür. Fərqləri isə bizə verir 90 dərəcə. 1B, 2D, 3A, Y olmalıydı. Bu, əgər Y yazıbdı, C yazmayıbsa doğrudur. Bu belə. Gəldik situasiyamıza. Sandığın qapaq hissəsi yarım silindir, aşağı hissəsi N0.6, hündürlüyü 1 olan, yox, uzunluğu 1, hündürlüyü 0.8 paralelepiped formasındadır. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın kütləsi 24 kiloqram olacaq. Sandığın hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların
Birinin kütləsindən 20% çox qoyulduqda, 15 eyni kütləli əşya qoyduqda isə onun kütləsi 30 olacaq. Sandığın qapağının açılması üçün 4 rəqəmli kod verilib. Sandığın həcmini tapın. Sandığın həcmi şagirdlər. Deməli necə olacaq 28-də? Prizmanın həcmi 1 vur 0.3 vur 0.8. Bu düzbucaqlı paralelipedin burada 0.6'dır. En vur uzun vur hündürlük. Bu eləyir %48. Silindirin radiusu 3'tü deyə pi vurulsun 3'ün kvadratı vur h'tır. Pini də 3 verib. 3 vurulsun %9, yəni %27. Toplasaq nəyi alırıq? %75 metr kubu. Sandığın həcmi. Boş sandığın kütləsi üçün şagirdlər biz tənlik qurmalıyıq. Deməli nə verir orada bizə? Həcmi düz yazmısan. Afərin sənə. Boş sandığın kütləsi üçün deməli 10 dənə yüklə sandığın cəmsi 24 kiloqramdır. Düzdür? Səhv etmirəmsə belə oldu. Hər birinin kütləsi indi yükü 1.2 yük götürüb 15 əşya götürsək, 15 dənə əşya qoysaq və sandıqla birlikdə olacaqlar 30 kiloqram. Nə alırıq buradan? Bu 18 eləyir, tərəf-tərəfə çıxsaq 8 yük olur 6, yükün biri olur 4'də 3. O zaman 10 vurulsun 4'də 3 üstəcə sandıq 24 eləyir. 7.5 üstəcə sandıq 24-dürsə sandığın kütləsi olacaq nə qədər? 24'dən 7.5 çıxanda 16.5 kiloqram. Hesab səhv etmədimsə əgər, baxaq. Deməli, hər birinin kütləsi eyni olan 10 əşya qoyduq. 10 dənə əşya götürək. 10 əşya. Və sandıqla 24 kiloqramdır. İndi yükü deyir 20% çoxaldır. Yükü 20% çox olan. 15 eyni kütləli əşya qoyduqda. Onun kütləsi 30 kiloqram olur. O zaman düz yazmışıq. 15 dənə 20% çox 1.2 yüktür. Bu eləyəcək 30. 15'i 1.2'ye vuranda 150, 30, 180, 18 edir. 8 yükə düşür 6, doğrudur. Sandığın kütləsi 16.5 olacaq. İndi deyir ki, 4 rəqəmli kod qoyulacaq. 1, 2, 3, 4. Rəqəmlərdən ibarətdir, düzdür? Qapağın açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olma hadisəsinin ehtimalını istəyir. Baxın, burada mümkün hal sayı 10 dənə rəqəm var 4 yerdə. 10 üstü 4'dür. Əlverişli hal sayı isə müxtəlif rəqəmli olması 10 vur, 9 vur, 8 vur, 7'dir. Ehtimal olacaq 10, 9, 8, 7 böl 10 üstü 4. Biri ixtisar gedir. Bu da 72 vur 7, 504 böl 1000. Yəni ehtimal olur 0, 1000'də 504. Ümid edirəm hesab səhv etmədim. Şagirdlər qısaca şablonu çıxartmağa çalışdım. Uğurlar olsun. Ümumi imtahana gəldikdə isə məncə imtahan orta səviyyəli rahat imtahan idi.